Ölkə gündəminə dair növbəti xəbərlə davam edirik. Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri zamanı Şahtaxtı gömrük postunda küllü miqdarda narkotik vasitələr ölkəyə gətirilməsinin qarşısı alınıb. Komitədən verilən məlumata görə 54 kiloqrama yaxın psixotrop maddə, metamfetamin qanunsuz dövriyyədən çıxarılıb. Dövlət Gömrük Komitəsində aparılan risk təhlilləri nəticəsində Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarəti tədbirləri zamanı xüsusilə küllü miqdarda psixotrop maddə, metamfetamin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə komitə məlumat yayıb. Şahtaxtı gömrük postunda ölkə ərazisindən tranzit keçməklə alkoqolsuz içkilər, yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı 2 paletdəki 312 ədəd açıq mavi rəngli plastik qablardan maye halında xalis təmiz çəkisi 53 kiloqram 817 qramdan artıq xüsusilə küllü miqdarda psixotrop maddə, metamfetamin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.